Suraxanlı rayonu Bahar qəsəbəsində əla şəraitli, həyətdə hamam tualeti əlavə olan, kombi sistemli meyvə ağacları olan ev çıxıb satışa. Deməli, evin qabağında böyük naves var, yəni məclis üçün nəzərdə tutulub. Böyük darvazası, evin yan hissəsidir. Pəncərələri öz həyətinə baxır, meyvə ağacları, yəni hər bir şey var, ev kürsülüdür. Dörd otaqdan ibarətdir, evin sənədi çıxarışdır. ...78 kvadrat evin içinin sahəsidir. Ümumilikdə 2 sot yarımdır. Dörd otaqdan ibarətdir. Qiyməti çox münasibdir. Əşyaların çox hissəsi qalacaq. Dəhliz sistemidir, yəni otaqlar dəhlizdən bölünüb, təmirli vəziyyətdə, həyətində meyvə ağacları, 2 sot yarımın içində tikilmiş 78 kvadrat evin içi, yəni sahəsidir. Sənəd çıxarış.